Hamıya salam. Bugün keks hazırladım. Gəlin başlayaq. Bunun için qaba 3 ədəd yumurta, 1 stəkan yarım şəkər tozu əlavə etdim. Mikserlə ağırana dək qarışdırdım. Sonra üzərinə 100 qram duru yağ və 180 qram qatıq da əlavə etdim. Yenidən mikserlə qarışdırdım. En sonda isə 2 çay qaşığı üyüdülmüş portakal qabığı, 1 paket qabartma tozu və 2 stəkan un əlavə etdim. Spatula vasitəsilə qarışdırdım. Keksə kişmiş də əlavə edə bilərsiniz. Mən kişmişi əvvəlcədən unla qarışdırdım, sonra xəmirə tökdüm və yenidən qarışdırdım. Əvvəlcədən yağlanmış, unlanmış soba listinə tökdüm və sobada 170 dərəcədə bişirdim. Çox dadlı, yumuşaq alındı. Hər kəsə məsləhət görürəm.